Dostlar, indən üzr istəyirəm. Biraz uzun danışacağım. Yazıları qoymamışam. Amma onu deyim. Əslində Azərbaycan ilə Türkiyəni maşın yolu ilə bağlamaq istəyirdilər. Azərbaycanlılar bunu təsdiqləsə də Türkiyəlilər niyəsə istəmədilər bunu. Görəsən buradan türklərə türk dilində danışıram. Türklərə sayğım var. Ancaq mən fikrimi bildirmək istəyirəm. Türklərə də pis söz demək istəmirəm. Türklər görəsən niyə bağlamaq istəmədi yolu Azərbaycanla? Məncə onlar pis şey fikirləşməzlər. Məncə onlar bəziləri Azərbaycan dilini bilmədikləri üçün ola bilər də. Məsələn, burada da az olsa da bəzi insanlar türkçə bilmir. Orada biraz çox olsa da nəsə də Azərbaycan dilini bilmədikləri üçün istəmədilər bəlkə. Mənim fikrim budur. Sizin fikrinizi yorumlara yazın baxaq. Türklərə yenə buradan sayğım çoxdur. Türklərə pis sözüm yoxdur. Abone olub like atmağı unutmayın. Bu kanalı o biri kanalımdan abone sayısını çoxaltmağa çalışıram və 55 abonədə üzümü göstərəcəm. Hər iki kanalda da. Birisində 55 abone olsun olar.